Hər kəsə salam, mən Əli Məmmədli. Jet School-da SY40 qrupunda təhsil alıram. Figma-da düzəltdiyim layihəni sizə göstərmək istəyirəm. Bu layihənin adı Zoro TV anime saytıdır. Gəlin bura daha yaxşı baxaq. Bu saytın məqsədi anime izləmək üçün bir saytdır və desktop, mobil və tabletə ayrılıb, responsivli məntiqli ayrılıb. Çox istifadə etdiyim elementləri komponent məntiqi ilə komponent edib ayrı bir pejdə UI komponentə atmışam və yığmışam. Lazım olanda isə istifadə edirəm. Gəlin bu saytın desktopundan daha yaxından baxaq. Burada əsas səhifəmizdir. Burada glass effekti, sonra shadow effektindən istifadə etmişəm. Footerımdır. Və burada prototip məntiqi də düzəltmişəm və buradan istədiyim səhifəyə keçid edə bilirəm. Bura isə manga səhifəmizdir. Burada manga satışları gedir. Və burada isə mangalar qutu bitibsə burada görsənilir. Sonra premium hissəmiz var. Premiumda isə kim premium istəyirsə buradan ala bilər. Burası da bütün hər şeyi araşdırmaq üçündür. Browserda məsələn üçün istədiyim bir dizini izləmək üçün buradan araşdıra bilirsiniz. Və burada isə ən son isə login page login səhifəsi düzəltmişəm. İstifadəçilər buradan login eləyib, yəni izləyicilərin yaddaşını saxlaya bilərlər. Bu isə mobil versiya dizaynıdır. Gəlin buna daha yaxından baxaq. Bu headerdir və buradan menu açıla bilər və desktopda olduğu kimi səhifələr atlanır. Sonra burada glass effekti, shadow effektini istifadə etmişəm yenə. Və burada isə slider məntiqimiz var. Burada solları slider məntiqindən özünü çevirir. Bu isə tablet versiyalı dizayndır. Tablet menyusu var və klikləyəndə dəyişir. Bura əsas səhifədir və burada isə kartlar var və burada yenə slider məntiqindən istifadə etmişəm. Bu isə tablet versiya dizaynıdır. Gəlin buna daha yaxından baxaq. Bu kartlar, bu mobildə kimi kart və slider məntiqi düzəltmişəm və burada isə yenə mobildə kimi menu var və burada hər 3 versiyada isə bir kart özəlliyi var. Bu kartların üzərinə kliklədiyində onu izləmək və ya araşdırmaq üçün bir yerə atır və siz oradan bölümlərini, sezonlarını görə bilərsiniz və ya orada istədiyiniz kommentlərini oxuya bilərsiniz. Əgər siz də mənim kimi dizayn etmək və ya necə dizayn edildiyini öyrənmək istəyirsinizsə, Jet School-a qatıla bilərsiniz.